Dərs 5. Alətlər panelinin tənzimlənməsi. Ekranda lazım olmayan alətlər panelini Word proqramının ekrandan çıxartmaq mümkündür. Bunun üçün bir neçə üsul təklif olunur. Məsəl üçün, biz ekranda boz olan sahəyə sağ düyməni sıxaq, açılmış kontekst menyudan istənilən alətlər panelini ekrandan yığışdıraq. Bunun üçün üzərində yığışdırmaq istədiyimiz sətr üzərində mausun sol düyməsini sıxaq və beləliklə həmin panel ekrandan yığışdırılır. Əgər paneldə bizim istədiyimiz düymə yoxdursa, onda vid menyusuna daxil olun, panel instrumentu yazısını, daha sonra isə nastroka əmrini seçin. Açılmış pəncərənin komanda adlanan səhifəsi bizə müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Belə ki, komanda səhifəsi 2 alternativ sahədən ibarətdir. Kateqoriya adlanan bölüm menyuları özündə cəmləşdirir, komanda adlanan bölüm isə həmin menyulardakı olan əmrləri. Məsəl üçün, Vstavka menyusunu biz seçin və sağ tərəfdə artıq Vstavka menyusunda istifadə olunan əmrlər və düymələr ekrana gəlir və buradan biz istənilən bir düyməni panelə əlavə edin. Bunun üçün biz sürüşdürmə zolağında olan ox işarəsi üzərində mausun sol düyməsini sıxırıq ki, digər düymələri və əmrləri görə bilək. Deyək ki, bizim əlavə etmək istədiyimiz Hypersilka düyməsidir. Bu düymə üzərində mausun sol düyməsini sıxın və bu zaman mausun aşağı sağ küncündə müəyyən bir işarə yaranır. Bu alətin sol düymə tərəfindən götürüldüyünü bildirir və onu panelə tərəf dartın. Və panelə dartdıqda artıq müəyyən bir şaquli ox yaranır. Şaquli müəyyən düz xət yaranır. Bu onu göstərir ki, bizim yerləşdirmək istədiyimiz düymə buraya düşəcək və sol düyməni buraxın. Beləliklə biz alətlər lövhəsinə lazım olan düyməni əlavə etdik. Panellərin tənzimlənməsi üçün eyni adlı pəncərədə Panel Instrumentov adlanan xüsusi səhifə mövcuddur. Biz bu səhifə vasitəsilə ekranda olmayan istənilən paneli əlavə edə, onda hər hansı bir dəyişikliyi dəyişdirə bilərik. Əgər ekranda bizim istədiyimiz panel yoxdursa, onda bu siyahıdan panelləri seçin və üzərində sadəcə sol düyməni bir dəfə sıxın və beləliklə həmin panel ekranda əlavə olundu. Panelin ekrandan yığışdırılması üçün elə buradan həmin işarəni yığışdırın və beləliklə panel ekranda olmayacaq. İstifadəçi zövqünə uyğun öz panelini formalaşdıra bilər. Bunun üçün eyni adlı pəncərədə sozdat düyməsi sıxılır. Açılmış Sozdani Panel Instrumentov adlanan pəncərədə Panel Instrumentov sahəsinə ilk növbədə istifadəçinin yaratmaq istədiyi panelə ad verilir. Məsəl üçün, biz ad olaraq seçəcəyik toplu və OK düyməsini sıxdıq. Beləliklə ekranda yeni toplu adlanan xüsusi bir panel yarandı. Və bu panelə tez-tez istifadə etdiyimiz düymələri əlavə edə bilərik. Düymələrin əlavə olunmasını biz əvvəlki dərsdə öyrəndik. Yenə də təkrar edək. Komanda adlanan səhifəyə daxil oluruq və tez-tez istifadə etdiyimiz düymələri bura əlavə edək və yaxud əmrləri. Məsəl üçün, fayl menyusundan istifadə edəcəyimiz sozdat düyməsini sol düymə sıxılır və panel üzərində buraxılır və yaxud da deyək ki, zakrit vsyo düyməsini, digər düymələri, məsələn, sakranit vsyo düyməsini, hansı ki bu düymələr və əmrlər paneldə yoxdur, parametr stranitsi düyməsini və digər menyulardan, məsəl üçün, stavka menyusundan data adlanan düyməni, çislo stranitsi adlanan düyməni, nomer stranitsi adlanan düyməni və s. Beləliklə bizim istifadəçinin zövqünə uyğun özünün paneli yaradıldı. Panelin silinmə qaydası çox rahatdır. Bunun üçün panel instrumentu adlanan sətrə seçin. Sadəcə paneli qeyd edib udalit düyməsini sıxın. Beləliklə panel xəbərdarlıq mesajından sonra silinəcək. OK düyməsini sıxsaq, beləliklə istifadəçinin yaratdığı panel silindi. Parametr adlanan səhifə Word proqramı ilə bağlı olan digər tənzimləmələri yerinə yetirir. Məsəl üçün, standartnaya panel и panel formatirованию в две строки. Bu deməkdir ki, standart və formatlaşdırma paneli 2 sətirdə görsənsin. Yəni, bizdə nümunədə olduğu kimi. Əgər bu sahədən işarə yığışdırılarsa, format və standartlaşdırma paneli bir sətirdə təsvir olunacaq. Показать всегда
Всегда показывать полный menü adlanan sətirdən işarə yığışdırılarsa, bu zaman menü üzərində sol düymə sıxılanda tam menünü biz görməyəcəyik. Yəni müəyyən sallanan dinamik menü təşkil edəcək. Məsəl üçün, diqqət eləyək, biz əməliyyatın təsdiqi üçün zakrit vuraq və fayl menüsünə daxil olaq. Gördüyümüz kimi menü tam olaraq açılmadı. Parametrlərin dəyişməsinə baxaq. Vid menüsünə daxil olduq. Panel instrumentun sətrindən Nastroyka əmrini seçdik. Parametr adlanan sahədə göstərilmiş sahələri işarələdik ki, bizim iki panelimiz iki sətirdə görsənsin və menümüz tam olaraq açılsın. Əgər Word proqramı istifadəçi tərəfindən rahat istifadə oluna bilmirsə, buradakı düymələr çox kiçik görsənirsə, bunun üçün Krupny znaçki deyilən xüsusi bir sahə var. Ora işarələnir və beləliklə Word proqramının alətlər panelindəki olan düymələrin ölçüləri böyüyür və Word proqramından rahat istifadə etməyə imkan verir. Unutmayaq ki, əgər paneldəki düymələr böyüyürsə, bu zaman redaktə olunacaq sahənin ölçüləri kiçilir. Yəni daha kiçik interfeys malik olur. Bu sətirdən işarə yığışdırılır və beləliklə Word proqramı əvvəlki ölçüyə qayıdır. Отображать название шрифтов тем же шрифтом adlanan sətirdən qalışqa yığışdırılarsa, bu zaman mətndə istifadə olunan və paneldə istifadə olunan şriftləri eyni adlı şriftlə görməyəcəyik. Отображать подсказка для кнопок adlanan sətirdən işarə yığışdırılarsa, onda düymələr haqqında əlavə izahat görünməyəcək. Əgər qəsdən susaraq Word proqramı hər hansı bir düyməyə yaxınlaşdırdıqda onun haqqında əlavə bir şərh açırsa, bu sətir vasitəsilə biz həmin şərhi yığışdırmış oluruq. Yəni Nastroyka adlanan səhifədən həmin sətir yığışdırılır. Отображать подсказка для кнопок və təsdiq üçün zakrit düyməsini sıxdıq və bu zaman istənilən düyməyə yaxınlaşdırdıqda həmin düymənin izahı haqqında heç bir məlumat verilmir. Word proqramın tənzimlənməsi, alətlər panelinin tənzimlənməsi bu əməliyyat ardıcıllıqlarla yerinə yetirilir. Əlbəttə, interfeysinin tənzimlənməsi üçün vid menüsünün digər əmrləri də mövcuddur. Məsəl üçün, Word proqramının tapşırıqlar panelini ekrana çağıraq. Bunun üçün oblast zadaş deyilən sətir üzərində sol düymə sıxılır. Beləliklə, Word proqramının tapşırıqlar paneli ekrana çağırılır. Word proqramında olan xəttkeşi yığışdıraq. Bunun üçün sol düymə vurulur və beləliklə proqramda istifadə olunan xəttkeş ekrandan yığışdırıldı. Unutmayaq ki, xəttkeş proqrama daxil olan elementlərdən biridir. Və xəttkeşin ekrana gətirilməsi üçün eyni adlı menüdən və həmin sətirdən, yəni lineyka adlanan sətir üzərində sol düymə sıxılır. Və beləliklə xəttkeş ekranda göründü. Proqramın parametrlərinin tənzimlənməsi ilə bağlı digər mövzularda da ətraflı məlumat alacağıq. Hələlik bura qədər.